Menstruasiya günləriniz artıb və qanaxmalar daha güclü olub. 4-5 gün davam edən menstruasiyalar artıq daha uzun çəkir. Gün ərzində daha tez-tez bez dəyişmək məcburiyyətində qalırsınız. Halbuki bu əlamətlər uşaqlıq mioması ilə əlaqədar ola bilər. Miomalar uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Gündəlik həyata təsir edən əlamətlər üzə çıxdıqca şikayətlər də artmağa başlayır. Belə ki, miomalar həm menstruasiya zamanı qanaxmaların olması, həm menstruasiya arası qanaxmanın olmasına gətirib çıxarda bilər. Eyni zamanda tez-tez sidiyə getmək hissiyatı, qəbizlik problemi, qarnın aşağı nahiyəsində şişkinlik və böyümə kimi əlamətlər verə bilər. Bəzi hallarda isə hətta hamilə qalmağa belə mane ola bilər. Qadınlar illərlə bu problemlərlə yaşaya bilər və bunları normaldır deyə qəbul edə bilər. Yaxşı olar ki, əgər qanaxmalarınız artıbsa və bu yuxarıda sadaladığımız şikayətlər artıbsa, bunu təxmin etməyəsiniz. Vaxtında həkim müqabilində olasınız. Problem nə qədər vaxtında aşkar olunarsa, aradan qaldırılması da o qədər asan olur.